Satılan məhsulların keyfiyyəti üzərində nəzarət aparılırmı? Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyri-ərzaq məhsullarının fiziki, kimyəvi, toksikoloji, radioloji, bakterioloji keyfiyyətinə nəzarət aparır. Bu məhsullara gigiyenik vasitələr, ağız boşluğu üçün maye gigiyenik vasitələr, təravətləndirici vasitələr, əl üçün dezinfeksiya vasitələri, etil spirti və onun əsasında hazırlanmış vasitələr, ətriyyat kosmetika vasitələri, yağ, krem, gel, losyon, sabun, şampun, tibbi bint, pambıq, salfet, polimer materiallardan hazırlanmış məmulatlar və s. aiddir. Belə ki, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında təqdim etdikləri nümunələrdə, eləcə də sahibkarların yazılı müraciətləri əsasında onlara məxsus istehsalat sahələrindən məhsul nümunələri laborator müayinələrə götürülür və yuxarıda adları çəkilən müayinələr aparılır. Aparılmış müayinələrin müsbət nəticələrinə əsasən məhsullara toksikoloji gigiyena rəyi və ya gigiyenik sertifikat verilir.